may 2024 yıl. Kollektiv müracaatimiz Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələrinin ehtiyatda və istefada olan məhsulları tərəfindən. Müzəffər cənab Ali Baş Komandan, dəfələrlə hərbi hissələrimizin ziyarəti, həmçinin geniş media qarşısında xüsusi təyinatlı qüvvələr məhsullarının, qadın torpaqlarının azad olunmasında əldə edici rolu və uğurları barədə geniş fikirlər üçün sizə təşəkkürümüzü bildiririk. Daimi dövlətimizin diqqət və qayğısını hiss edən xüsusi təyinatlılar olaraq sizi əmin edirik ki, ehtiyatda və istifada, həmçinin sağlamlıq imkanlarımız məhdud olmasına baxmayaraq, son nəfəsimizə dək Azərbaycan xalqına, dövlətimizə və dövlətçiliyimizə qanunumuz və qanunumuz ilə sadiqliyimizi nümayiş etdirib, sizlərin etimadını topluluğu. Möhtərəm Prezident, sizinlə mülavəzli görüş imkanımız olmadığı üçün, bütün subordinasiya qaydalarını riayət edərək 2 ilə yaxın müddət ərzində aidiyyatlı dövlət qurumları və vəzifəli şəxslərlə görüşlər, həmçinin yazışmalar apardıqdan sonra qanun vericilikdə nəzərdə tutulmuş, lakin icra mexanizmi olmayan, bizi əhatə edən müəyyən problemlərin həlli üçün məsələyə sizi bilavasitə